silinməz izlər, tarixi yaddaş. Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır. Şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. O kənd bizim kəndimizdir. Salam əziz dinləyicilər, O Kənd Bizim Kəndimizdir verilişinin 2025-ci ildə ilk buraxılışı ilə görüşünüzə gəlmişik. Mikrofon qarşısında Gülnarə Nemətovadır. Yeni il, yeni ümid deməkdir. Qərbi Azərbaycana qayıdış adlı Ümid Körpüsünün bu il üçün ilk yol açdığı Zot kəndi ilə bağlı maraqlı və tarixi məlumatları sizlə bölüşəcəyik. O Zot kəndi ki, Göyçə mahalının Basarkeçər rayonunda yerləşir və Göyçə gölünün şərqində, Basarkeçər kəndindən 10 km şimal-şərqdə, dəniz səviyyəsindən 2016 metr hündürlükdədir. Haqqında daha ətraflı məlumatları isə müsahibim, kəndin ziyalı xanımı, əməkdar müəllimə Dilarə Qaziyeva çatdıracaq. Salam Dilarə xanım, xoş gördük. Dilarə xanım, ömrünüzün neçə il Zot kəndində keçib? Mən cəmi-cümlətən Zodda 15 il yaşamışam, amma o 15 il bu illərin hamısını üstələyir. Dəqiqə ürəyim mənim orayla döyünür. Dilarə xanım, Zot Oğuz türklərinin ən qədim yaşayış məskəni kimi Göyçə tarixində müstəsna rol oynayan kəndlərdən biri olub. Bəli. Onu bu qədər mühüm edən nə idi? Əvvəla onu deyim ki, orada Basarkeçər rayonunda 32 kənd var idi. Zot kəndi həm əhalisinə, həm ərazisinə, həm coğrafi şəraitinə görə o kəndlərin içində ən böyük kənd idi Zot kəndi. El içində orada əvvəlcə 500 evli Zodlu deyirdilər. Amma 88-ci ildə Zot kəndi deportasiya olunanda artıq onun 5000 nəfər əhalisi var idi. 10 dəfə artıb. Yəni o Zot kəndi deyim ki, mənfur ermənilərə meydan oxuyurdu. Əgər o vaxt ki, Azərbaycan Sovet Sosialist Respublikasının qətiyyətsiz rəhbərliyi olmasaydı, bəlkə də Zodu saxlayardı. Müəyyən mənbələrə biz diqqət eləyəndə görürük ki, Zodun qədim tarixi olub və həqiqətən bu tarixə şəhadət verən maddi dəlillər də yetərincə olub. O maddi dəlillər haqqında nə deyə bilərsiniz? Qədim türk toponim sözlərinə baxanda Zod sözünün mənası söt sözündən götürülübdür. Türk tayfalarında. Çünki ora tarixən gedir 5-ci əsrə sır. Alban tayfası olubdu, belə bir söt tayfası olubdu. Söt. Söt sözünün mənası isə leksik mənasına görə çəpinə, çəpərəngi deməkdir. Çünki indiki Zot kəndinin yeri o dağların ətəyində çəpərəngi salınıb. Hələ məsələn tarixçilərin dediyinə görə məsələn 5-ci əsrdə Musa Kalankatın mənbələrindən oxuyuruq ki, orada Söt tayfası Alban çarı olan Ərənin tayfası olubdu. Və o tayfanın da məhz orada yaşadığını sübut edən bizdə tarix abidələr var idi. Hansılardır? Qrabar əlifbası ilə yazılan Zot kəndinin mərkəzində üstündə həmin əlifba ilə yazılan xaç var idi, daşlar var idi. Alban xaçları. Alban xaçları idi, bəli. Düz mərkəzdə idi və oranı da qoruyub saxlayırdılar. Sonradan ermənilər bildiyimə görə onu əhali köçəndən sonra öz adlarına nə formada çıxıblar, çıxa bilmədiklərini məhv eləyib yandırıblar. Orada qədim ziyarətgahlar var idi. Hansılar? Sonra kənddən 8 kilometr kənarda Məzit yeri və ya Taxta düzü deyildi. Orada Oğuz qəbristanlığı var idi. Uşaq vaxt gedirik, baxırdıq o qəbir daşlarına. Bəzi açıqlamalara əsasən Zot qədim türk dilində sərt, keçilməz, uca dağlıq yerdə məskunlaşmış el, oba, yurd yeri deməkdir. Bundan başqa kəndin digər adları da olub, belə deyilmi? Alban tarixçiləri mənbələrdən oxumuşam, deyirlər ki, o dağların ətəyində şəhər tipli kənd olub, o qalıqlar onu sübut edir. Baş Çalaf adlandırılıb. Kəndin ilk adı Baş Çalaf olub. O Çalafa da yurt yer deməkdir. Elə o yurtların oyuq yerləri qalıbdı. O Albanların ərazilərinin Baş Çalafa sonra adlandırılıb Söt, sonra adlandırılıb Vəlağa, sonra Zod.
öz çıxışlarımda deyirəm ki, kənd baş Çalafa adlandırılıb. Niyə deyirsən baş Çalafa? Çalafa oyuq yer deməkdir. Deyirəm, ora Albanların ərazisi olub, Alban tayfası olub ora. Alban çarının tayfası olub ora. Kənd 3-5-ci əsrlərdən 1813-14-cü illərə qədər Söt adlandırılıbdır. Sötün çəpinə demək. Sonra Vəli Ağaçın Qazağın Qıraq Kəsəmən kəndindən yaylaqları götürdü, köçdü Zoda. 1813-14-cü illərdən 1919-cu ilə qədər Vəli Ağa adlandırılıbdır kənd. Vəli Ağanın kəndi. Hətta Vəli Ağanın özünün 2 metrə yaxın qranitdən baş daşı var idi. Onda üstə oymalar şəklində yazılar yazılmışdı. Biz uşaq idik, onu oxuya bilmirdik. Kənddən kənarda yerləşirdi. Qəbir daşı var idi. Sonradan 1919-cu ildən düz 88-ci ilə qədər Zod adlandırılıbdı kənd. Amma deportasiyadan sonra Sotik adlandırıblar. Onlar indi erməni lüğətində hansı mənanı verir onu bilmirəm. Onlar Sotik adlandırıb. Sonra dəyişdiriblər. Sonradan dəyişib, bəli. Arzumuzu varaklayar, saçımızı daraklayar. Arzumuzu varaklayar, saçımızı daraklayar. Hara getsək soraklayar, hara getsək soraklayar. Arxamıza əl eyləyən, arxamıza əl eyləyən, kəndimizi sevirəm mən. Tamaşadır səhərlərin, saya gəlməz zəfərlərin. Tamaşadır səhərlərin, kanadıdır şəhərləri, kəndimizi sevirəm mən, kəndimizi sevirəm mən. Kəndin coğrafi mövqeyindən irəli gələn strateji əhəmiyyəti və ərazisindəki zəngin qızıl yataqlarının açıq mədən üsulu ilə işlənmə imkanları hələ ta qədimdən bu yerə marağı artırıb. Bu barədə nə deyə bilərsiniz? 60-70-ci illərdə Zod qızıl mədəni ki, ittifaq miqyasında tanındı artıq. Oradan öz mənbəyini Ağstafadan götürən dəmir yol xətti. Ağstafa İcivan, sonra İcivan Razdan, sonra Razdan Şorca, Şorca Zod. Dəmir yol xətti düz Zod kəndinin ortasını keçirdi, Zod kəndinin içindən gedirdi qızıl mədəninə. Bilirsiniz nə qədər iqtisadiyyat onda dirçəlmişdi, inkişaf edirdi. Həm eşitdiyimə görə artıq deportasiyadan sonra tam zəiflik, çöküb, tənəzzülə uyub. Zodun şəhər tipli kənd olmasına təsir göstərən amillərdən biri də əhali sayının çoxluğu. Bəli, əhalinin sayının çoxluğu. Bax, indi belə fikirləşirəm, kənddə 2 ibtidai məktəb var idi, bir orta məktəb var idi, bir texniki peşə məktəbi var idi, xəstəxana var idi, 8 un dərmanı var idi kənddə. Onun 6-sı su ilə işləyirdi, ikisi xod dərmanı deyilirdi, elektriklə işləyirdi. Təkcə Zod kəndinin əhalisi yox, kəndin şərqində yerləşən Zərzəbil 3 kilometrlik məsafə, Ağkilsə, Aşxələskərin kəndi. Bu tərəfdən İnək dağı. Onlar gəlib hamısı unlarını, məhsullarını orada üyüdüb aparırlar. Eyni zamanda o adlarını çəkdiyim kəndlərdə vaxtilə orta məktəb 8-ci sinifə qədər olub. Biz 10 illik oxumuşuq da. 9-10-cu sinifə gəlib o kəndin uşaqları Zodda təhsil alır. Zodun təhsili də gözəl olur. Mədrəsədən özü müasir təhsil sisteminə qədər. Bəli, dini təhsil də onların layiqincə olubdu. Bax, ötən əsrin 13-17-ci illərində Molla Tağılar dini məktəbi açıbdırdı. 3 il fəaliyyət göstərib 2 buraxılış olubdu.
mən bildiyimə görə. Orada tamamilə xurafatdan uzaq elə təhsil veriblər ki, o qədər doğru yola yönləndiriblər, o qədər onları mütərəqqi fikirlərə yönəldiblər ki, elə bil ki, əstəğfurullah, Qur'anı bunlar bir konstitusiya kimi qəbul edirlər. Bax, bu belə olmalıdır, biz bu yolla getməliyik. Xurafatdan tamamilə uzaq. Dilara xanım, maraqlı cəhət odur ki, Zodun inkişafı təkcə əhalinin say artımı ilə səciyyələnmirdi. Yəni burada kəndin köklü təhsil ənənələri və yetərincə tanınmış ziyalılarının olması da təkan verən amillərdən olub. Əvvəlcə bunu şeirlə çatdırmaq istəyərdim. Buyurun. Yəni öz duyğularımı. Əziz Zod, adın gözəl, ocağın odun gözəl. Əmraslanov Əhliman, Məmmədov Qayan gözəl. Ələsgər şagirdi Aşıq Ağayar, milli qəhrəmanın şəhid etibar, 41-45-dən də Qaziyev Yılmar, şair Əbülfətin təmkinin gözəl. Ustad Abdulman var, şair sənətkar, Qəmanov Bəhramın kəndə havadar, Sərvinin, Elvinin könülün də var, daha neçə nəvən, nəticən gözəl. Hər ildə obada bu gün izin var, müəllimin, həkimin, mühəndisin var. Sənə çox bağlıdır yurtda qalanlar, çağdaş söz sərrafı ağalar gözəl. Dilara xanım, biz hər verilişdə kəndlərdən danışarkən adlara, toponimlərə xüsusi diqqət yetiririk. Çünki onların hər biri türkçülüyün nişanıdır. Bəli, gözəl yaylaqlarımız var idi, bulaqlarımız var idi. Bax, mənbəsini Zod qızıl mədənindən alan böyük çay düz kəndin ortasından keçirdi. Hənifə bulağı, Dənizin bulağı, Gödək bulağı, Turş su, sonra böyük aralıq, sonra Şahqulunun dərəsi, Sarının dərəsi, ellərin çomu, gülü, çiçəyi, otu, hər şey bu gözümün qabağına gəlib gedir. Səhər-səhər dururduq, qapını asırdıq, kəşotu niyəvə dolurdu, qaymaq çiçəyi niyəvə dolurdu. Var idi, məsələn, Hacılar tayfası var idi. Mənim özümün familiyamızda Qaziyev, 200 illik tarix var, Qazılar tayfası var idi. Sonra yuxarıdan Hasan Suyun məhləsi var idi. Bu tərəfdən Tatlılar məhləsi var idi. Yəni Seyidlər məhləsi var idi. Eyni zamanda dini məbədgahlar var idi. Seyidlər tayfasının banisi olan Qara Seyidin sınaqlı ocağı deyirdilər. Qara Seyid ocağı. Sonra o tərəfdə Məzid yeri deyilən yer var idi. Orada ziyarətgah idi və o ziyarətgaha gələn saf niyyətli adamlar o qədər böyük inancla gəlirdilər ki, onların diləkləri də hasil olurdu. Zod qızıl mədənindən 5 kilometr arası Söyüdlü ərazisində Seyid Əsadullahın qəbri, artıq o ərazi Kəlbəzər idi. Kəlbəzərlə Zoda aşırımı 5 kilometr ayırır. Orada Seyid Əsadullahın qəbri, aparıb orada qurban kəsirdik. Amma Azərbaycan Kəlbəzərin ərazisi idi, bizə çox yaxın idi. Biz bir 20 dəqiqəlik yol. Kəndinizin maraqlı adət-ənənələri olub və onlardan hansılar bu gün də yaşadılar? Məsələn, bax, Novruz adət-ənənələri. Novruz bayramında başlayırdı qohumları bayramlaşmağa getmək. Hamı çamadan bəzəyir, ağzına qırmızı bağlayırdı. Hamı bir-birindən bayramlaşır. Hər il fevral ayında bizdə səməni halvası mütləq qoyulmalı idi. Bir dəfə mən nənəmə sual verdim, siz niyə bunu məhz qışdan yaza çıxanda pişirirsiniz, niyə yayda pişirmirsiniz annemə? Deməli, indi başlayın, o qədər təbii məhsul olub ki, taxılı düzərdirdilər, xüsusi taxtaların üstündə. Onun suyunu əzirdilər, heç bir qatqı olmadan ona halva çalırdılar. O qədər gözəl dadlı. Deməli, qışdan yaza çıxan adamlar dizlərində taqət olsun deyin, hamısı əkinə-biçinə hazırlaşırdı. Vedrələrlə, ləyənlərlə çalınırdı, qonşu verə kimin imkanı yoxdur, hamısına pay olunurdu səməni halvası. Sonra məsələn Azərbaycanda biz deyirik ki, halva yaz deməkdir, amma qızlar gəlin köçəndə analar qızın yanında 10 kilo vedrə tutan halva, şirinlik qız ruzi bərəkət aparırdı özünə. Sonra 20 cüt dəsmal zoraq bəyin dostlarına paylamaq üçün. Güllü yaylıqlar, qız köçən günü bunlar gedirdi. Qız tərəfindən gedən adamlar onu hədiyyə eləyirdi qabaqlarına çıxana ki, sonra şax bəzənirdi. 8 kilodan olanda narazı qardaş, şax niyə belə balacadır? 10 kilo, 12 kilo konfetdən bəzənmiş şax bəzənirdi. Sonra elçiliklə bağlı, nişanla bağlı, qadınlar getməz heç vaxt elçiliyə. Ancaq kəndin el ağsaqqalları.
Bax dediyiniz el ağsaqqallarından bu günlərim kimləri xatırlayırsınız? Seyid Ağamir var idi. Allah rəhmət eləsin. Qamanov Bəhram. Mənim ən çox sevdiyim müəllimim, Allah ona qəni-qəni rəhmət eləsin, Hacıyev Səməd. El bərabər adamlar idi bunlar. Bir adətimiz var idi, qapıya gələn qonaq çaysız, çörəksiz getmək mümkün deyildi. Böyük hörmət və hörmətlə Bu gün də biz çalışırıq, yaşadaq, bizdən sonraki nəsillər bunu davam eləsin. Qərbi Azərbaycanda etnik təmizlənməyə məruz qalan həmvətənlərimiz indi Qərbi Azərbaycan icmasında birləşiblər. Siz də bu icmanın üzvüsüz. Bəli. İcmanın fəaliyyətini necə dəyərləndirirsiniz? 2023-cü ilin iyul ayında Göygöl rayonunda Qərbi Azərbaycan nümayəndələri, düzünü desək, Zot kəndinin nümayəndələrinin orada görüş təşkil olundu. Hamımızın fəxri olan, kəndimizin fəxri olan Milli Elmlər Akademiyasının akademiki cərrah onkoloq Əhliman Əmrəsalov gəldi. Əziz Ələşbərli gəldi. Gözəl bir Tədbir təşkil olundu. O tədbir gələcəyə qayıdışın bir mesajdır. Sonra biz özümüz Göygöldə Zod Ziyalı xanımları qrupu açmışıq. 170 nəfər qrupda üzv var. Biz mütəmadi görüşürük. Öz adət-ənənələrimizi orada nümayiş elətdiririk. Məsələn, yayında Yaylaq festivalı deyilən bir festival keçirdik. Orada Zod kəndinin, Zod xanımlarının milli adət-ənənələri, nələr bişirilirdi Göyçədə, onların hamısı bişirildi, gəldi. Çox orada əhalinin gözü qabağında satış eləmədik, hamısını bişirildi, payı olundu. Sonra Zod xanımları necə geyinirdilər, baş taxımları necə idi, bərbəzək taxımları necə idi, onu hamısını orada nümayiş elətdirdik. Ən azı bir 2 aydan bir Zod xanımlarının görüşümüz olur, orada müzakirə edirik. Zoda qaysaq nəyi necə eləyəcəyik. Zod xanımlar hamısı sizə xüsusi salam göndərdilər. Çox məmnun oldum. Siz məhz məni burada dəvət edibsiniz. Çox sağ olun. Bizim də təşəkkürlərimizi hamısının yetirsiniz. salamını mən yetirirəm sizə üçün. Çox sevindilər. Əziz dinləyicilər, Dilarə xanımla söhbətimizi bugünlük burada yekunlaşdırırıq. Növbəti buraxılışımızda mövzunu davam etdirəcəyik. Xatırladım ki, siz O Kənd Bizim Kəndimizdir verilişini dinlədiniz. Qonağımız Göyçə mahalının Basarkeçər rayonunun Zot kəndinin ziyalı xanımı, əməkdar müəllimə Dilarə Qaziyeva idi. Verilişin müəllif aparıcısı Gülnarə Nemətova, rejissoru Gülşən Səmədova, redaktoru Sitarə İsmayılıdır. Gələn görüşədək. Vətən ey mənim anam, sen oldun odlara yanan, gönlüm kimi viran olan, gülünü sevdim vətənim. Vətən ey mənim anam, sen oldun odlara yanan, gönlüm kimi viran olan, gülünü sevdim vətənim. Vətənim mənim sirdaşım, hər gidim qardaşım. Vətənim mənim sirdaşım, hər gid bir qardaşımdır mənim. And içirəm çörəyinə, and içirəm torpağına, bu torpağın bir daşını qoymam yağda. And içirəm çörəyinə, and içirəm torpağına, bu torpağın bir daşını vermərəm